Bəli, mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın çox gözəl, qonaqpərvər rayonlarından biri olan hardayıq? Kürdəmir rayondayıq. Mən Vüsal Kəlbəcəri 20 il əvvəl, 15 il əvvəl rayonun karifeyləri olan Oqtay müəllim, Allah rəhmət eləsin, İsmail müəllim, Seyid Hüseyin müəllim kimi müəllimlərdən müsahibəyə getmişəm. Və ilk əvvəllər şəhər bir ali məktəbi direktoru Vüqar müəllimlə müsahibəyə getmişəm. Allah ölənlərə rəhmət, qalanlara can sağlar. Məmməd Əli müəllim kimi, Rəsul müəllim kimi gözəl müəllimlərdən müsahibəyə getmişəm. Bu günlərim isə Çöhranlı kəndinə gəldik. Çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular apardıq. Qabaqcıl, nümunəvi və təqaüdlü olan müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Müəllim, adınız, soyadınız? Məmmədov Fikrət Nəhmədoğlu. Çox gözəl. Müəllim, neçə ildir təhsil sahəsində çalışmısınız? Hansı fən tədris eləmişsiniz? 48 il təhsil sahəsində çalışmışam. Mən o vaxtı universitet bir dənə idi. Sergey Mironoviç Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universiteti. Oranın mehmatına qəbul olmuşam 66-da və tanınıb gələndən sonra biraz Qarabağ məktəbində Seyid Hüseynin kəndində işləmişəm, sizin tanıdığınız. Ondan sonra gəlmişəm yenidən öz kəndimizdə. Ondan bəri elə kəndimizdə. Mənim tələbə yoldaşlarım olub elə Misir müəllim Özü Mərdanov. Ondan sonra Yusuf Məmmədov akademik, Fikrət Əliyev akademik, mənim tələbə yoldaşlarım. Mən sonra... Neçə yaşındasınız müəllim? Hal-hazırda 77 yaşım var. Ay maşallah. Maşallah gününüz olsun. Zaman qalmaz sizin çəkilişdən sonra mənə deyərsiniz. Hə? Zaman qalmaz sizin çəkilişdən sonra mənə deyərsiniz. Hə, deyərəm qadasını al. Belə də həyat qurban olduğum Allah sizin canınızı sağ eləsin. Təşəkkür ederim. Ömrünüzü uzun eləsin. Yaxşı belə gözəl qocalasınız. Allah ömür versin. Biz bilirik ki, siz həm də gözəl babasınız, gözəl atasınız və sizin gözəl həyat yoldaşınız var. Həyat yoldaşınız kameradan çəkilişdən əvvəl mənə bildirdi ki, siz gözəl ata, gözəl babasınız, amma istəyirəm kamera önündə də desin. Adınız nədir anamız? Mirvari. Mirvari xanım. Məmmədov. Müəllimə nə arzunuz? Müəllim necə ata olub, necə baba olubsa? Gözəl. Və nə arzunuz müəllimə? Müəllimə can sağlığı. Çox gözəl. Biz də sizə can sağlığı arzu edirik. Müəllim, Fikrət müəllim, neçə övladınız var? Mənim 3 dənə, 2 qızım var, bir oğlum var. Allah xoşbəxt. Adları nədir övladlarınızın? Adları Könüldür, Səydədir, bir də Hikmətdir balacası. Bugün 2026-cı il 17 fevral tarixidir. Sizin də 77 yaşınız var da dediniz. Bu kadrlara 10 il, 20 il, 30 yıl sonra sizin nəvə nəticələriniz baxacaq, şagirdləriniz baxacaq, 40 il, 50 il sonra sizi gözəl yad eləyəcəkdilər və inşallah istəyirəm onlara ürək sözlər deyəsiniz. Mən balalarıma nə arzulayarım? Əvvəla ümumiyyətlə götürəndə mən öz balalarıma nə arzulayıramsa, cəm Azərbaycan xalqının balalarına deyil, onu arzulayıram. Yəni həyatda nə yaxşı varsa, balalarıma can sağlığı, xoşbəxtlik, həyatda onlara uğurlar, müvəffəqiyyətlər və ümumiyyətlə ürəyimin içindən nə gəlirsə, onun hamısını arzulayıram və onların timsalında sizin də ümumiyyətlə bütün Azərbaycan balalarına mən onu arzulayıram. Allahdan istəyirəm ki, balalarımız bir daha müharibə görməsin, bizim cavanlarımız bir daha gedib orada şəhid olmasın. Allah Teala qurban olduğum baş komandanımızın da canını sağ eləsin, ömrün uzun eləsin. Çox sağ olun. Biz də sizə can sağlığı arzu edirik. Çağdaş Təhsil komandası olaraq bizim də sizə arzumuz odur ki, inşallah gələcəkdə sizin canı sağlam olsun. 80, 90, 100 yaşınızda gələk gözəl çəkiş eləyək. Təşəkkürlər, minnətdaram, çox sağ olun.